Gəlin görək, İmperator Almaniyasının yüksəlişi 1-ci Dünya müharibəsinə necə səbəb oldu? Baxın, 1890-dan 1914-cü illərdə Almaniya əhalisi 49 milyondan 66 milyona çatdı. Avropada yeni bir güc yaranırdı. Bu əhali artımı sənayeni partlatdı. Almaniya tək başına Britaniya, Fransa və Rusiyadan daha çox polad istehsal edirdi. Bu güclə birlikdə siyasət də dəyişdi. Bismarckın ehtiyatlı dövrü bitdi, Kaiser Wilhelmin aqressiv ambisiyaları başladı. Bəs bu sənaye gücü hara gedirdi? Birbaşa hərbi qüvvəyə. Avropanın ən müasir ordusu yaranırdı. Alman müharibə maşını belə işləyirdi. Ümumi hərbi xidmət və ən son texnologiya. Amma təkcə güclü ordu bəs etmirdi. Almaniya gözünü dənizlərə, yəni Böyük Britaniyanın hökmranlığına dikmişdi. Britaniyanın əsrlərdir dəyişməz bir qaydası vardı. İki güc standartı, donanmaları iki rəqibin cəmindən güclü olmalıydı. Amma Alman admiralı Tirpitzin başqa bir planı vardı. O, Britaniyaya öz sularında meydan oxumaq istəyirdi. Və beləcə bahalı bir dəniz yarışı başladı. Britaniya Dreadnought'u suya buraxdı, Almaniya cavabını gecikdirmədi. Britaniyada isə həyəcan artırırdı. Xalq 8 istəyirik və gözləməyəcək deyə hökuməti tələsdirirdi. Yaxşı, bəs güclü ordu və donanma ilə Almaniya nə edəcəkdi? Axı iki cəbhə arasında sıxışıb qalmışdı. Almanların ən böyük qorxusu mühasirə idi. Fransa və Rusiya arasında əzilməmək üçün onlara təcili bir plan lazım idi. Və o plan tapıldı. Cəsarətli, riskli və dərindən düşünülmüş Schlieffen planı. Bu, böyük bir qumar idi. Planın məntiqi sadə idi. Rusiya səfərbər olarkən bütün güclə Belçikadan keçib Fransanı darmadağın etmək, bütün strategiya tək bir fərziyyə üzərində qurulmuşdu. Rusiya ordusunu hazırlamaq üçün çox uzun vaxta ehtiyac duyacaq. Beləliklə, 1914-cü ildə Almaniya gərilmiş bir yay kimi idi. Sənaye gücü, ordu, plan, hər şey hazır idi. Və o qığılcım 1914-cü ilin iyulunda gəldi. Hersoq Ferdinandın qətlindən sonra Almaniya Avstriya-Macaristana tam dəstək sözü verdi. Almaniya rəhbərliyi üçün bu əla fürsət idi. Rusiya daha da güclənmədən mühasirəni yarmaq vaxtı idi. Hərbi məsləhətçilər arasında bir fikir hakim idi. Müharibə nə qədər tez başlasa, o qədər yaxşıdır. Hadisələr zəncirvari şəkildə başladı. Schlieffen planı işə düşdü. Avropa isə müharibəyə sürükləndi. Bütün bunlar bizi bir suala gətirir. Almaniyanın bu yüksəlişi fəlakətli bir müharibəyə məhkum idimi?